Bismillah. Bürçlərin 13 yanvara ən düz proqnozu. Bürçlərin 13 yanvara ən düz proqnozu belədir. Qoç, sürətli qərarlar günüdür. Pul və işlə bağlı ani şans çıxa bilər, amma risk və ehtiyatla girin. Boğa, maddi rahatlama başlayır. Gözlənilməz xəbər və ya təklif əhvalınızı yüksəldəcək. Əkizlər, danışıqlar və razılaşmalar üçün uğurlu gündür. Kiçik qazanc mümkündür. Hərçəng daxili gərginlik azalır. Pul məsələsində gecikmiş mövzu həll oluna bilər. Şir, liderlik ön plana çıxır. İşdə diqqət çəkəcəksiniz. Amma xərcləri nəzarətdə saxlayın. Qız, planlı hərəkət uğur gətirir. Borc, sənəd və maliyyə işləri üçün uyğun gündür. Tərəzi, münasibətlər və əməkdaşlıqdan qazanc var. Yeni tanışlıq faydalı ola bilər. Əqrəb, gizli qalan məsələ üzə çıxa bilər. Pulda riskli addımdan uzaq durun. Oxatan, şans sizin tərəfinizdədir. Qısa yol və xəbər gəlir. Maddi sevinç gətirə bilər. Oğlaq, səbrinizin bəhrəsini görürsünüz. İş və gəlir sahəsində möhkəmlənmə var. Dolça, yeni ideya və fürsət qapıdadır. Gözlənilməz qazanc mümkündür. Balıq, hissləriniz güclənir. Pulda diqqətli olun, amma intuisiya sizi doğru yönəldəcək.